Salam. Qəbul 2018 may ayında keçirilmiş imtahan, ikinci qrup birinci variant. Riyaziyyat suallarına baxırıq. Birinci sualımız integral 1-dən 2-yə x minus 1 x dx hesablayın. İlk öncə ifadəni sadələşdirsək, ifadəni parçalasaq, x-də x çıxılsın x-də 1 kimi yazsaq, integral 1-dən 2-yə dx bərabərdir. Bu verir bizə 1 çıxılsın x-də 1, 1 çıxılsın x-də 1. dx integralımız 1-dən 2-yə bərabərdir. 1-in ibtidaisi x, x-də 1-in ibtidaisi ln modulda x. Sərhədlər 1-dən 2-yə bərabərdir. Bir dəfə 2 yazsaq, 2 minus ln 2 çıxılsın 1 çıxılsın ln 1. Mötərizələri açsaq, 2 minus ln 2 çıxılsın 1 plus ln 1'də verir bizə 0 bərabərdir. 2'dən 1 çıxanda 1, 1 minus ln 2. Düzgün cavabımız A variantı. 27-ci sual. M parametrin hansı qiymətində tənliyinin kökləri x1, x2 arasında yerləşir? Burada baxırıq, A-nın işarəsi müsbətsə, kvadratik funksiyadır, parabolanın qolları yuxarıdır. Sxematik təsvir etsək, bax beləsinədir. Bu x1'dir, bu da x2'dir. Bu M-dədir, M-dədir. x1 ilə x2'nin arasında yerləşməlidir. Bax bu aralıqda yerləşməlidir. Bax bu aralıqda. Bu aralıqda da funksiya mənfi qiymətlər alır. Demək ki, bu funksiyada x-in yerinə m yazsaq, funksiyamız 0-dan kiçik olacaqdır. Deməli, mən burada x-in yerinə m yazacağım bütün funksiyada. 2m'in kvadratı çıxılsın, m vurulsun, m plus m minus 2 kiçikdir 0-dan. Olur 2m'in kvadratı çıxılsın m kvadratı plus m minus 2 kiçikdir 0-dan. M kvadratı plus m minus 2 kiçikdir 0-dan. M plus 2, m minus 1 kiçikdir 0-dan. M birimiz içi boş götürsək. Mənfi 2, müsbət 1. İntervalları ayırsaq, müsbət, mənfi, müsbət. Bizdən kiçik aralıq istədiyinə görə olur mənfi 2, 1 aralığı. Deməli, m mənfi 2, 1 aralığında qiymətlər almalıdır. Düzgün cavabımız C variantı. 28-ci sual. 0,6 üstü x kiçikdir 3'də 2 üstü x-dan. 5'də 3 üstü x kiçikdir 3'də 2 üstü x-dan. Qüvvətlər bərabərdir. Məxrəcləri bərabərləşdirsək, verir bizə 15'də 9x kiçikdir 15'də 10 üstü x-dən. Deməli, x-in qiyməti 0-dan böyük qiymətlərində şərt ödəyir. Düzgün cavabımız D variantı. 29-cu sual. 30 dərəcəli ikiyüzlü bucağın bir üzərində yerləşən nöqtədən ikiyüzlü bucaq çəkək. Bunlar 30 dərəcəli bucaq altında kesişirlər. Və yaxud da ki, belə çəksək. 30 dərəcə ikiyüzlü bucaqdır. Bir üz üzərində yerləşən nöqtədən o birisi üzə qədər məsafə 18'dir. Bax, buradan bura kimi məsafə 18'dir. Deyək ki, bax, buradan bura kimi məsafə 18'dir. Bu nöqtədən ikiyüzlü bucağın tilinə qədər məsafəni tapın. Bu nöqtədən ikiyüzlü bucağın tilinə qədər məsafə. Bax, bu nöqtədən ikiyüzlü bucağın tilinə qədər məsafəni istəyir. Bax, buradan. 30 dərəcəlik bucaq qarşısında katet hipotenusun yarısına bərabərdir. Deməli, bu x tərəfini tapsaq, 18 vurulsun 2 bərabərdir 36. Düzgün cavabımız A variantı. Yaxud da ki, belə yaza bilərik. Sinus 30 dərəcə bərabərdir 18 bölünsün x-ə. Sinus 30 verir bizə 2'də 1, 2'də 1 bərabərdir x-də 18, x-də bərabərdir 36'ya. Bu şəkildə də gedib. 30-cu sual. Kosinüs 4x çıxılsın sinüs 4x bərabərdir kosinüs kvadratı x.
Kvadratlar fərqi kimi açsaq, kosinus kvadratı x minus sinus kvadratı x, kosinus kvadratı x plus sinus kvadratı x bərabərdir kosinus kvadrat x-ə. Bu ifadə verir bizə əsas trigonometrik eynigliyə görə 1. Bu ifadə də verir bizə bu şəkildə düşür. Kosinus kvadratı x çıxılsın sinus kvadratı x bərabərdir kosinus kvadratı x. İslahlarımızı aparsaq, sinus kvadratı x bərabərdir 0-a. Dərəcəni aşağı salsaq, 2-də 1, 1 minus kosinus 2x bərabərdir 0. 1 minus kosinus 2x bərabərdir 0. Kosinus 2x bərabərdir 1-ə. 2x bərabərdir, kosinus 1-i alır 2 pi-k'da. X də bərabərdir pi-k'ya. Pi-k. Düzgün cavabımız Y variantı. 31-ci sual. 4-cü dərəcədən kök 4 plus 6-cı dərəcədən kök 8 çıxılsın 8-ci dərəcədən kök 16 ifadəsini sadələşdirin. 4-cü dərəcədən kök 4 2-nin kvadratı, 6-cı dərəcədən kök 8 2-nin kubu çıxılsın 8-ci dərəcədən 16-nı 2 üstü 4 kimi yazaq. Kvadratla kök getdi, qaldı kök 2. 3 ilə 6 getdi, kök 2, 4 ilə bu getdi, kök 2. İkinci cavabımız da olacaqdır kök 2. Düzgün cavabımız B variantı. 32-ci sual. A-M'in M-nə, N-B-yə nisbəti 1, 3, 1. Bura 1K'dır, bura 3K'dır. Burada 1K'dır. Figuru çəksək. Burada belə bir hissələr ayrıbdır. Bura 1K'dır. Bura 3K'dır. SQ, QR, burada 3K'dır, burada 1K'dır. Burada K'dır, bura 3K'dır. Nisbətlərə bölsək. Bu hissəni 3 yerə bölsək, K, burada K olur. ABC 50'dir. Bizdən M, N, K, P, Q, R figurunun sahəsini istəyir. Biz bilirik ki, bura S-dirsə, bura 3S-dir, bura 5S-dir, bura 7S-dir. Burada aşağıda 9S-dir. Bunlardan S burada, S burada, burada 7S. Toplam burada 4, 9, 16, 25 sayıda S'imiz var. 25S bərabərdir 50, S bərabərdir 2. Məndən bax bu hissənin sahəsini istəyir, bax bu hissənin. Burada da toplam var 22S. 22S bərabərdir 22 vur 2 bərabərdir 44'ə. Düzgün cevabımız 44 B variantı. Yəni S, M, N, K, P, Q, R bərabərdir 44'ə. 33-cü sual. Bu ifadəni loqaritma əsasından loqaritmalı ifadəni yerini dəyişsək, verir bizə loqaritma 15 əsasdan 9 plus bu ifadəni də eynən dəyişsək, verir bizə loqaritma 15 əsasdan 25 bərabərdir loqaritma 15 əsasdan 9 vur 25. O da bərabərdir loqaritma 15 əsasdan 225, o da bərabərdir 2'yə. Düzgün cavabımız D variantı. 34-cü sual. X'in hansı qiymətində ifadəsi ən kiçik qiymət alar? 2 tangens kvadrat x plus 4 tangens x plus 5. Dəyişənin hansı qiymətini istədiyinə görə n bərabərdir mənfi b bölünsün 2a. Qaydanı tətbiq edirik. Deməli, n bərabərdir mənfi b-nin yerinə 4 qoyur. 2 vurulsun 2. O da bərabərdir mənfi 1'ə. İndi tangens x mənfi 1'i harda alır? X bərabərdir arctangens mənfi 1 mənfi pi böl 4 plus pi k.
Düzgün cevabımız B variantı. 35. sual. 2 tam onda 2 kiçikdir, x kiçikdir 13 bərabərsizliyinin tam həllər çoxluğundan təsadüfi götürülmüş ədədin sadə ədəd olması ehtimalını tapın. Ehtimal hesablayarkən mümkün hal sayına baxaq. Deməli, 2 tam onda 2-dən 13-ə qədər 13 daxil deyil. Ədədlərin sayı 10 saydadır. Bunlardan neçəsi sadədir? Gəlin belə yazaq da. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Sayıya baxsaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 sayda ədədimiz var. Bunlardan neçəsi sadədir? 1, 2, 3, bir də 4'ü. 10'da 4. O da verir bizə 0, 10'da 4 Y variantı. 36. sual. 5 plus 2, 2 minus 3'i hasilini cəbri şəklində göstərin. Çoxadlının çoxadlıya vurulma qaydasını tətbiq edirik. 5 dəfə 2, 10, minus 15 i, 2'ni y'ye vurduq. Plus 4 i, 2'ni mənfi 3'ye vursaq, mənfi 6 i kvadrat bərabərdir. i'nin kvadratı. 10 çıxılsın 15i plus 4i plus 6 verəcək. Çünki i kvadratı mənfi 1'dir. Qarşıya keçir. Bu da verir bizə 16 çıxılsın 11i. Düzgün cavabımız B variantı. 37. sual. ABC üçbucağı verilib. ABC. BT təmbürəni verilibdir. Təmbürən verilmişdir BT. Deyir, həmin nöqtə üzərində götürmüş nöqtədən tərəflərə qədər perpendikulyarlar endirilibdir. KY, bir də KF. ABC'nin kosinusu verib bizə mənfi 25'də 7. Bura alfadırsa, bura alfa bölünsün 2'dir. Burada alfa bölünsün 2'dir. Bölünsün 2'niyə etsək. Tangens alfa bölünsün 2 bərabərdir. Kökdə 1 minus kosinus alfa bölünsün 1 plus kosinus alfa. Tangensdə qarşı katetin bitişik katete nisbətidir. Onda 8'in YB'ye nisbətidir. Bura bir x desək. 8'in x'ə nisbəti bərabərdir. Tangens alfa bölünsün 2'yə. Elə bir ki, kökdə 1 minus kosinus alfa, 1 minus kosinus alfamız da verir bizə mənfi 25'də 7. Bir də 1 minus 1 plus mənfi 25'də 7. Bərabərdir. 8 bölünsün x bərabərdir. Surət verir bizə 25'də 2 mənfi toplayanda 25'də 32. Məxrəc verir bizə 25'də 18. İxtisarlarımızı aparsaq, qalır belə 8 bölünsün x bərabərdir. 25'lər getdi, 32 ilə 18'də 2 ixtisar getdi, 16, 9'da 16, oradan da çıxır 3'də 9, 3'də 4. X de bərabərdir. 4 ilə 8 ixtisar getdi. 2. 2 dəfə 3'ün 6'ya. Bu hissə 6'ya bərabərdir. Sonda bu hissə də 6'ya bərabərdir. Düzgün cavabımız 6. C variantı. 38. sual. 8x minus 5y bərabərdir 14 dənliyinin qrafiki apsisi 3'ə bərabər olan nöqtədən keçir. Bu nöqtənin ordinatını tapın. X bərabərdir 3, 8 vur 3 çıx 5y bərabərdir 14, 5y bərabərdir 10'a, y bərabərdir 2'yə. Düzgün cavabımız 2. A variantı. 39. sual. M nöqtəsi Y parçasının YM, MF 2'nin 5'ə nisbətdir. Bura 2K'dır, bura 5K'dır. YF'in
MF-ə nisbəti. YF verəcək bizə 7K. MF də verəcək bizə 5K. Nisbətləri deyiriksə 7-nin 5-ə nisbəti. Düzgün cavabımız A variantı. 40-cı sual. B4 plus B5 bərabərdir 72. B4 bərabərdir 2B3. Diqqətlə baxsaq, B4 B3-ün 2 mislidirsə, deməli Q-miz 2-yə bərabərdir. B4-ü açaq birinci tənlikdən. B1 vurulsun Q-nun kubu üstə gələk. B1 vurulsun Q üstü 4 bərabərdir 72. Yerinə yazsaq 8B1 plus 16B1 bərabərdir 72. 24B1 72. B1'imiz bərabərdir 3'ə. 4 həddin cəmini istəyir bizdən. S4 bərabərdir. B1 vurulsun Q üstü 4 çıxılsın 1 bölünsün Q minus 1 bərabərdir. B1'in yerinə 3 yazsaq 3 vurulsun 2 üstü 4 16. 16'dan da 1 çıxanda 15. Məxrəcdə də olur 1. 3 dəfə 15 verir bizə 45. Düzgün cavab 41-ci sual. Oturacağın tərəfi 5, tam səthinin sahəsi 65 olan düzgün dördbucaqlı piramidanın apofeumunu tapın. Düzgün dördbucaqlı piramida. Düzgün dördbucaqlı piramidanın oturacağının tərəfi 5'dir. Oturacağın tərəfi də 5'dir. S oturacağımız bərabərdir 5'in kvadratı 25. S yan bərabərdir 2'də 1. B oturacaq 4 vurulsun 5 vurulsun apofeum. Bax bu apofeum. H. Bunların cəmi verir bizə 65. 2 ilə 4 ixtisar getdin 2. 10H plus 25 bərabərdir 65. 10H bərabərdir 40. H bərabərdir 4'ə. Düzgün cavabımız D variantı. 42-ci sual. Fx funksiyasının qrafiki verilmiştir. F 4 minus 3x kvadratı bərabərdir 0. Diqqətlə baxsaq, funksiyanın sıfırları bax bu nöqtələrdir. Yəni 0 deyəndə x nəzərdə tuturuq da 4 minus 3x kvadrat bərabərdir -5. Bir də 4 minus 3x kvadrat bərabərdir müsbət 4. Bu tənlikləri həll edək. Tənliyimizin kökündə bax. Sağa keçirsək 3x kvadratı bərabərdir 9. X kvadratı bərabərdir 3. X də bərabərdir plus minus kök 3. Digər tənlikdə 3x kvadratı bərabərdir 0'a. X də bərabərdir 0'a. Tənliyimizin neçə müxtəlif həqiqi kökü var? Tənliyimizin x1'imiz kök 3, x2'miz mənfi kök 3, x3'ümüz isə 0'a bərabərdir. Deməli, tənliyimizin 3 müxtəlif həqiqi kökü vardır. A variantı. 43-cü sual. X'in qiymətini verib y istəyir bizdən. İlk öncə x'i hesablasaq. 2 tam 3'də 2 bölünsün 1 tam 3'də 2 plus 2 tam 5'də 2 bərabərdir. Bu verir bizə 3'də 8 bölünsün 3'də 5. O da vurulsun 5'də 3. Tərsinə çeviririk də. 3'lər ixtisar getdi, qaldı 5'də 8. Üstə gəlirik 2 tam 5'də 2 bərabərdir. 5'də 8 verir bizə 1 tam 5'də 3 plus 2 tam 5'də 2 cəm verəcəkdir bizə 4 tam. Deməli, x'imiz 4'ə bərabərdir. X bərabərdir 4. Bu hissəni təmizləsək. 0 tam onda 1 vurulsun. Bax bu ifadədə x'in yerinə 4 yazsaq 4 plus y bərabərdir 0 tam onda 3 bölünsün 1 onda 5. Sadələşdirsək, ixtisarımızı aparsaq qalır 5'də 1. 0 tam onda 1'i 4'ə vurduq. 0 tam onda 4, onda 5'ə vurduq. Verir bizə 2 bərabərdir 4 plus y. Y bərabərdir mənfi 2'yə. Düzgün cavabımız Y variantı. 44-cü sual. Perimetri 20 cm, iti bucağı 60 olan rombun bu bucaq qarşısında duran diagonalın uzunluğunu istəyir. Perimetri 20'dirsə 4A bərabərdir 20, A bərabərdir 5'ə.
İti bucağı 60'tır. Rombdan söhbət gedir. İti bucağımız 60'tır. Tərəfi 5'tir. Rombun bu bucaq qarşısında duran diagonalın uzunluğunu istəyir bizdən. Bax, bu diagonalını istəyir. Biz bilirik ki, rombu diagonal iti bucağı 60'dırsa, kiçik diagonal və tərəfə bərabərdir. Niyə? Çünki 60'dırsa, bu bucaq 120 dərəcədir. Rombun diagonalı onun bucağının tən bölənidir. 60 dərəcə, 60 dərəcə. Burada verdi bizə 60 dərəcə. Buradan görünür ki, bu üç bucaq bərabər tərəfli üç bucaqdır. Diagonal tərəfə bərabərdir. D bərabərdir 5'ə. Düzgün cavabımız C variantı. 45-ci sual. A'nın qiyməti verilib, B'nin qiyməti verilib. A kvadratı plus 2AB plus B kvadratı minus 4. Bu ifadə A plus B'nin kvadratı minus 4'tür, bərabərdir. Qiymətlərin yerinə yazsaq, A plus B verir bizə 98. 98'in kvadratı çıxılsın 4. Bərabərdir. Bunu kvadratlar fərqi kimi hesablasaq, 98 minus 2, bir də 98 plus 2 bərabərdir. 98'dən 2 çıxsaq 96, 98'in üstə 2 gəlsə verir bizə 100, o da verir bizə 9600. Düzgün cavabımız Y variantı. Qırx 6-cı sual. 4 minus kök 17 x plus 2 x minus 4 böyük bərabərdir 0. Bərabərsinin tam həllər cəmini istəyir bizdən. Diqqətlə baxsaq, birinci ifadə, bax bu ifadənin qiyməti mənfidir. Çünki 4 kök 17 4 tam nə qədərdir? 4'dən də 4 tam nə qədər çıxanda verir bizə mənfi 0 tam nə qədər. Yəni ifadənin qiyməti mənfidir. Bərabərsizliyinin həllər çoxluğunu yazaq. Demək, birinci sıfırlarını yazaq. X birimiz mənfi 2, X ikimiz müsbət 4. İntervalları ayırsaq və işarələri müəyyənləşdirək. 4'dən böyük qiymət qoyaq. 5 yazsaq. Bura olacaq müsbət, müsbət. Buranda mənfi, buranda mənfi. 2 ilə 4 aralığında 0 var. 0 olduqda X'in yerinə 0 yazsaq. Bura olacaqdır müsbət, bura olacaqdır mənfi. Hasil də verəcəkdir bizə müsbət. Mənfi 2'dən kiçik qiymətlər qoyaq. Mənfi 2'dən kiçik mənfi 3 yazsaq. Bura mənfi, bura mənfi 3 mənfi verəcəkdir bizə mənfi. Bizə ifadənin 0'dan böyük və ya bərabər qiymətini istəyir. O da mənfi 2, 4 aralığı olacaqdır. Bərabərsinin tam həllər cəmini istəyir. Mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4. Deməli, bu ifadə cəm verdi bizə 0. 3 ilə 4'ün də cəmi verir bizə 7. Düzgün cavabımız A variantı. 47-ci sual. Qarşılıqlı sadə ədədlərdir. 5x minus 4 və 3y plus 2. 58 vurulsun 5x minus 4 bərabərdir 22 vurulsun 3y plus 2. Deyir, bu ədədlər, bax bu iki ədəd qarşılıqlı sadə ədədlərdir. X, y hasilini istəyir. X də y də natural ədədlər çoxluğuna daxildir. 58-dən 22'ni ixtisar aparsaq, verir bizə ki, ixtisar getdi, qaldı 29. 5x minus 4 bərabərdir 11 3y plus 2. Bax, buradan 5x minus 4 bərabərdir 11'ə, 3y plus 2 bərabərdir 29'a. Bu ifadə də buna bərabərdir. Birinci ifadədən 5x bərabərdir 15, x bərabərdir 3. İkinci ifadədən 3y bərabərdir 27, y bərabərdir 9. Bizdən x, y hasilini istəyir. 3 vur 9 bərabərdir 27. Düzgün cavabımız 27. 48-ci sual.
Yan səthinin sahəsi 25 olan bərabər tərəfli silindrin daxilinə çəkilmiş sferanın səthinin sahəsini istəyir. Silindr bərabər tərəflidirsə, deməli, bunun ox kəsiyi kvadratdır. Deməli, haşımız 2r-ə bərabərdir. Bax, bura 2r-dir. Hündürlüyümüz də 2r-ə bərabərdir. Yan səthinin sahəsi 2πr h-dır. S yan bərabərdir. H-ın da yerinə 2r qoysaq, 2πr, h-ın da yerinə 2r yazsaq, bərabərdir 25. Bu da verir bizə 4πr kvadrat bərabərdir 25. Buradan da alırıq πr kvadrat bərabərdir 25 bölünsün 4. Əlimizdə verilən budur. İndi sferanın daxilə çəkilmiş sferanın, silindrin daxilinə çəkilmiş sfera. Silindrin daxilinə çəkilmiş sferanın radiusu 2 kvadratdır da, bax, belə fikirləşin. Kvadratın daxilinə çevrə çəkilmişdir. Daxilə çəkilmiş çevrə radiusu tərəfin yarısına bərabərdir. Bu tərəfimiz 2r-dirsə, bax, bu radius r-ə bərabərdir. Deməli, sfera, S-sfera bərabərdir 4πr kvadrat. Buradan da elə baxırıq ki, radiusumuz elə r-ə bərabərdir. Πr kvadratının yerinə, bax, bu ifadənin yerinə 4-də 25 yazsaq, 4-də 25, o da bərabərdir 25-ə. 48-ci sual, doğru cavab 25. 49-cu sual, funksiyası 0,3 parçasında ən böyük qiymətini istəyir. Y bərabərdir 3x kvadratı minus x kubu plus 3. Funksiyasının 0,3 parçasında ən böyük qiymətini istəyir. Funksiyanın törəməsini tapsaq, bərabərdir. Verir bizə 6x çıxılsın 3x kvadratı. Törəməsini 0-a bərabər edək. 3x ortaq çıxarsaq, qalır burada 2 minus x bərabərdir 0. X birimiz 0, x ikimiz də 2-yə bərabərdir. Baxıram, aldığım bu qiymətlər 0 və 2 bu aralığa daxildir. Demək, mən həm birinci baş funksiyamız buydu da, y bərabərdir 3x kvadrat minus x kubu plus 3. Bax, bu baş funksiyadır. Bir dəfə 0 yazacağım, bir dəfə 3 yazacağım, bir dəfə də 2 qiymətini yazıb ifadənin qiymətini hesablayacağım. Deməli, y bərabərdir. X birimizi qoyaq 0. 0 qoyanda olacaqdır y-imiz 3. y1 yazaq, bu da y2 yazaq. X-in yerinə 2 yazıram. 3 vurulsun 2-nin kvadratı çıxılsın 2-nin kubu plus 3 bərabərdir. 2-nin kvadratı 4, 4 dəfə 3-ün 12, 12-dən 8 çıxanda 4, 4-ün üstə 3 gələndə də verir bizə 7. Y3-ü hesablasaq, 3-cü qiymət 3 qiymətini yazırıq. 3 vurulsun 3-ün kvadratı çıxılsın 3-ün kubu plus 3 bərabərdir. Bu 27 edir, 27 ilə getdi, ifadənin qiyməti oldu 3. Deməli, bizdən parçanın ən böyük qiyməti. Biz burada parçanın ən böyük qiymətini 7 aldıq. Parçanın ən böyük qiyməti 7-yə bərabərdir. 49-cu sual, doğru cavabımız 7. Demək ki, funksiyanın parçada ən böyük qiyməti və yaxud da ki, ən kiçik qiymətini hesablamaq üçün birinci növbədə funksiyanın törəməsini 0-a bərabər edirik, sıfırları tapırıq. Həmin sıfırlar baxıram ki, bu aralıqda varmı? Aralıqda hansı qiymətlər ödəyirsə, həmin qiymətləri bir də verilmiş aralığı baş funksiyadır. Yerinə yazıb funksiyanın qiymətlərini hesablayırıq. 50-ci sual. X kvadratı plus y kvadratı bərabərdir 25. Çevrənin mərkəzi koordinat başlanğıcındadır. Birinciyə uyğun olur S. Çevrənin radiusu 5-ə bərabərdir. Baxaq görək, varmı cavablar? Yoxdur. Bir dənə S variantı uyğun gəlir.
İkinci hala baxaq. X kvadratı plus y minus 5'in kvadratı bərabərdir 1. Çevrənin mərkəzinin koordinatları 0, 5 nöqtəsidir. Radiusumuz da 1'ə bərabərdir. Deyir, n nöqtəsi 0,6'dan keçir. Baxaq, x-ə 0 versək, y minus 5'in kvadratı bərabərdir 1. Y minus 5 bərabərdir 1. Y də bərabərdir 6. Deməli, bu çevrə 0,6 nöqtəsindən keçir. İkinciyə D uyğun gəldi. Deməli, D getdi, bu getdi. Çevrənin 1/4 parçasından baxaq görə keçirmi? X-ə 1 verəndə X'e 1 verək, 1'in kvadratı plus y'e 4 verək, 4 çıxılsın 5'in kvadratı bərabərdir. Bu da verir bizə, verməlidir bizə 2. Bu da uyğunluq yoxdur. Deməli 2'yə ancaq D variantı uyğun gəldi. Üçüncüyə baxaq. X kvadrat plus x plus y kvadrat bərabərdir 0. Tam kvadrata ayırsaq, x kvadratı plus x plus 0,5'in kvadratı 0,25 minus 0,25 plus y kvadrat bərabərdir 0. Bu ifadə x plus 0,5'in mütərizə kvadratıdır. Plus y kvadratı bərabərdir 0,25'də sağa keçirsək, verir müsbət 0,25. Çevrənin mərkəzinin koordinatları mənfi 0,5, bir də 0'dır. Radiusumuz da 0,5'ə bərabərdir. Deməli, üçüncüyə də uyğun oldu B variantı, bir də A variantı. 1'ə C, 2'ə D, 3'ə AB.